İndi də bəz yaşadığımız dönəmdə İmam Hüseyn əleyhissalamı səhv çıxartmaq istəyən insanlar var. Yenə də qarşı tərəfin bir növ günahsız eləməyə çalışan insanlar var. Amma çox aşkar şəkildə də bunu eləyə bilmirlər. Çünki bilirlər bu xalq həqiqətən Hüseyn aşiqidir və Hüseyn qatillərinə nifrəti var. Bir ömürdür, lənət oxuyur nənələrimiz, babalarımız. Biz suya yaxınlaşanda Allah Yezdə lənət eləsin deyirik və bu cür nə kəlmələri eşitmişik, böyümüşük, araşdırmışıq, oxumuşuq. Ona görə çətindir deyəsən ki, Yezid düz elədi, Hüseyn əleyhissalam səhv elədi. Amma şuur altıda görsünüz bəzən kəş Hüseyn belə addım atmayaydı. Belə sözlər deyənlər. Nə işimiz var məsələn Yezdə lənət oxumaq? Bəlkə də Allah onu bağışlayacaq. Belə söz deyənlər var. Təəssüf. O dönəmdə bu hadisə insanları düşündürür. Ta bu günə qədər bu nə hadisə idi baş verdi? Həqiqətən insan bəzən donub yerində qalır. Özünə yer tapa bilmir. Böyük hadisədir, böyük müsibətdir.